Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'de. Möhtərəm Müslümanlar, biz 4 qayda kitabın şərhini Allah'ın izni ilə davam edirik. Deməli, biz keçən dərsimizi götürmüşdük Bismillah sözünün izahı barədə. Bugün isə Ar-Rahman, Ar-Rahim adlarının izahı barəsində götürəcək inşallah. Şərh eləyən buyurur ki, Ar-Rahmanu na'tun lillahi ta'ala və la yuthna və la yucma. Yəni, Rahman Allah subhanahu ta'alanın sifətidir. Allah uca Allah'ın sifətidir və nə ikilənməz, yəni ikilik halında gələnməz ərəb dilində və cəm halında gələnməz. Yəni rəhmanlar olanməz. Ya da iki rəhman olanməz. Li'annahu la yakunu illa lillahi azza və cəl. Çünki bu yalnız Allah azza və cəl üçündür. Və adğamatul lam firra li qurbiha minha və kəthratul lam at-ta'rif. Yəni burada yəni Er-Rahman deyilir. Lam udulur. Lam udulur. Çünki ra şəms hərfdir. Lam udulur. Və bu ona görədir ki, ləm raya yaxındır və ərəb dilində müəyyənlik bildirən ləmin çox istifadə olmasına görədir. Çox istifadə olmasına görədir. Ar-Rahim na'tun eydan. Rahim də nədir? Həmçinin sifətdir. Qavli Hişam rahimehullah. İbn Hişam bu barədə deyir ki, Ar-Rahman bədəl la na'at. Rahman Allah sözünün bədəlidir. Bədəl də ərəb dili qrammatikasında əvəzləyici deyilir. Yəni cümlədə əvəzləyici deyilir. Yəni deyir ki, Ar-Rahman bədəldir. Yəni Allah sözünün bədəlidir. Na'at sifət deyil. Və ennər-Rahim ba'dahu na'tun lehu. Rahim sözü isə Rahman sözünün sifətidir. Rahman sözü sifətidir. La na'tun li ismillahi subhanahu wa ta'ala. Uca və nöqsansız Allahın, yəni Allah sözünün sifəti deyil. Rahim Rahmanın sifətidir. Allah sözünün sifəti deyil. Çünki odur ki, la yetəqaddamul bədəl alən-nət. Ərəb dilində yəni bədəl sifətin önünə keçə bilməz. Və sonra ise İbn-i Qeyyimin bu barədə sözünü getirir. İbn-i Qeyyim Allah rəhmət eləsin buyurur ki, Əsma-ur Rabb Teala fihi əsma və nu'ud. Allah Subhanahu taalanın adları həm addır, həm də sifətdir. Həm addır, həm də sifətdir. Yəni hər ad öz-özlüyündə addır, həm də kamil bir sifəti var. Fə innə dalət alə sifəti kəməlihi. Və çünki hər bir ad onun kamil sifətlərinə dalət edir. Bu da onun həm ad, həm də sifət olmasına zidd deyil. Yəni, burada ziddiyyət yoxdur. Həm addır, həm də sifətdir. Ar-Rahman ismullah Teala vasfuhu. Yəni, Ar-Rahman həm Allahın adıdır, həm də onun vəsfidir. Yəni, onun həm ad, həm də sifət olması bir-birinə zidd deyil. Və min haythu huwa sifətun cələt təbiyyən ala ismillah. Yəni, Allah adından bərabər gələndə o, Allah adının sifətidir. Və min haythu huwa ismun vardı fil-Qur'an qayrə təbiyyən, bəl vurudul ismul aləm. Və özü-özlüyündə Quran-ı Kərimdə tək gəlməsi ilə də nə dəlalət eləyir? Özü-özlüyündə ada dəlalət eləyir. Yəni, Allah adından birlikdə gələndə Allahın sifətidir, Rahman. Özü ayrılıqda gələndə isə Allah Subhanahu taalanın adıdır. Bunlar heç bir-birinə zidd deyil. وَلَمَّا كَانَ هَذَا الْإِسْمُ مُخْتَصًّا بِهِ تَعَالَى حُسْنُ مَجِيءٍ مُفْرَدًا غَيْرَ تَابِعًا كَمَجِيء اسم الله كَذَلِكَ. Və deyir, bu harda ki, yəni biz görürük ki, bu ad Allah Subhanahu taala'ya xasdır. Ona görə bu hər hansısa bir şeyə tabi olaraq gəlmir. Hər hansı bir şeyə tabi olaraq gəlmir. Kəməci ismillah Teala. Necə ki Allah Subhanahu taala'nın da gəldiyi kimi. Fələ yunafi delaləti alə sifətir Rahman kə ismihi Teala və inna dal alə sifətir uluhiyyə. Yəni necə ki Allah sözü ilahlıq sahibi olma sifətlə dəlalət edir. Rəhman sözü də dəlalət edir nəyə? Onun geniş rəhmətində dəlalət edir. Deyir ki, وَلَمْ يَجِي قَدْ تَابِعًا لِغَيْرِهِ بَلْ مَتْبُعًا. Yəni özünü başqa şeylərə tabi olaraq gəlmir. Əksinə ona tabi olunur. وَهَذَا بِخِلَافِ الْعَلِيمِ الْقَدِيرِ وَالسَّمِعِ الْبَصِيرِ وَنَحْوِ. Yəni bu eşidən, yəni alim, qadir, semih, basir və buna bənzər adlara yəni müxalif olaraq. Yəni bu adlarda elə deyil. Yəni bu adlarda elə deyil yəni. Yəni digər sifətlər gəlib başqalarına aid edilə bilər. Məsələn, eşidən, görən, bilən və s. Amma Rahman sifəti başqalarına aid edilə bilməz. Deyir ki, فَتَأَمَّلْ هَذِهِ النُّكْتَةُ الْبَدِيعَةِ يُظْهِرُ لَكَ بِهَذَا أَنَّ الرَّحْمَنِ اسم وصفة لا ينافي أحدهما الآخر. Və deyir, sən bu gözəl, bəlağətli nöqtəyə diqqət eləsən, sənə aydın olacaq ki, yəni onun həm ad, həm də sifət olması bir-birinə zidd deyil. وَجَاء اسْتِمَاعِ الْقُرْآنِ بِالْأَمْرَيْنِ جَمِيعًا. Yəni Quran-ı Kərimdə həm yəni ad kimi gəlib, həm də sifət kimi gəlib. Məsələn, ad kimi gəlib Huvər-Rəhmanur-Rahim.
O Rahman ve Rahim'di. Acında İbn-i Qayyim bunu Bedâil-i Fevaid kitabında rivayet ediyor. Er-Rahman zur rahmetil vasi'a. Şerh ile buyurur ki Allah rahmet eylesin. Rahman geniş rahmet sahibidir. Li'ennehu fe'len fil lugatil arabiyye tedullu ala si'atil ve imtila. Ve çünkü o Arap dilinde fe'len veznindedir. Arap dilinde fe'len vezindedir. Fe'len vezinde olan sözler de Arap dilinde bolluğa, geniş əhatəliyə dəlalət eləyir. Mesela şeyh getir keme yuqal, necə ki deyilir ki, racul gadban, izemtela gadaban. Mesela qəzəbli adam, gadban, yani bu daha çok qəzəblənəndə deyilir. Gadban deyilirsə bir adama, axırı görürsünüz əlif nun, yani fe'alen vəzində. Bu daha çok qəzəblənmiş adama deyilir. Mesela ceva'an, ad. Bunlar hamısı eyni bu vəzində olan sözlərdir. Rahman da fe'alen vəzindədir. Ar-Rahim ismun yedullu alel fi'l. Rahime gələn dizi Rahim fiile dalet edilir. Li'ennehu fi'il bima'nel fa'il ve huve dalle alel fi'il. Yani Rahman fiile dalet edilir. Çünkü fail veznindedir. Ve bu fiilin manasını ahate edilir. Feyecteme mine'r-Rahmanir-Rahim enne rahmetullah vasi'a. Yani ikisi bir yerde geldi Rahmanir-Rahim. Ne dalet Allah subhanahu ta'ala hem geniş rahmetine ve hemçinin o rahmetin kullarına çatmasına. Ve hâzâ huve mâ'u ileyhi ba'du bi kavli er-Rahman. Yani bu da bazılarının yani bu sözün izahıdır. Yani bazıları demişler ki yani bu barədə danışanlar yani deyiblər ki Er-Rahman rahmetul amme. Rahman ümumi rəhmətdir. Və Rahim rahmetul xassa bil müminin. Rahim isə müminlərə xas müəyyən bir rəhmətdir. O va ismanu lillah yatadammana nisbatur rahmə. Onlar hər ikisi Allah Subhanahu adıdır və Allah Subhanahu rəhmətini dəlalət edir. İxtilafu fi tefriqi beynəhuma. Yəni bəzi alimlər bunların ikisi arasında yani fərqli deyiblər. Kəndi fərqli deyiblər. Əhsəni mə qil. Bu haqda en gözəl deyilən söz budur ki, İnner-Rahman dalun ala sifətil qaimə bizzat. Yəni bu barədə deyilən en gözəl söz odur ki, Rahman Allah Subhanahu zatınla qaim olan bir sifətə deyilir. Er-Rahim dalle ala taalluquhu bil merhum. Rahim ise onun rahmet sahibi yani rahmet ettiği kimselerle alakasıdır. Aydındır. Ve sonra diyor ki Er-Rahman ismi min esmaillah muhtassan billah. Yani Rahman Allah subhanahu teala has olan addır. La yutlaq illa alallah teala. La mutlaqa ve la mudafan. Er-Rahman yani muttasim bir rahmetil vasi'a. Yani Rahman Allah subhanahu teala'nın hususi adıdır ve yalnız Allah'a ait olunur mütlak olarak ve o yani mudaf olarak gelmez. Yani izah elədik. Yani neyinse Rahmanı olabilmez. Er-Rahman ma'nahu muttasim bir rahmetil vasi'a. Rahmanın manası ise onun geniş rahmetle vəsf olunmasıdır. Er-Rahim yutlaqu alallah ve ala gayrihi. Rahim ise hem Allah hem de başkasına ait edilə bilər. Ma'nahu zur rahmetil vasile. Yani onun Rahim sözünün manası çatan bir rəhmət deməkdir. Yani bu rəhmət birilerine çatır. Fer-Rahman zur rahmetil vasi'a. Rahman geniş rəhmət sahibidir. Ve-Rahim zur rahmetil vasile. Rahim ise çatan rəhmətdir. Yani Rahman sifətlə əlaqəlidir. Rahim ise feillə. Yani o Allah'ın rəhməti kiməsə çatır. فإذا جمع صار المراد بالرحيم موصل رحمته إلى من يشاء من عباده. Yani فإذا جمع yani bunlar ikisi bir yerine birleştirende bunları cemiyinde murad bir rahim. Rahimden məqsəd nədir? Onun kullarından istediğine rəhmətinin çatmasına dəlalət edir. Onun kullarından istediğine rəhmətinin çatmasına dəlalət edir. Kəmə qal Allah Teala necə ki Allah buyurur: "Yu'azzibu men yasha ve yerhamu men yasha ve ileyhi tuqlabun." Ankabut suresi 21. ayet. Yani o istediğine rəhmət edir, istediğine ise əzab verir. Tembih. Yani burada dikkat etmek lazım bu meseleye. درج كثير من أهل العلم عند شرحهم للبسملة وسبب بداية بها إيراد الحديث أبو هريرة رضي الله عنه مرفوعا. Bir mesele dikkat edin. Bazıları yani ilim ehli çokları Besmele'nin şerhleyende veya Besmele'nin başlama sebebini izah edilende bunu Ebu Hureyre'den gelen bir hadisle alakalandırırlar. Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki Kullu emrin zibalin la yubda fihi bismillahirrahmanirrahim fehuve akta. Yani her hansı mühim iş Allah'ın adıyla Bismillahirrahmanirrahim olmadan başlamazsa o iş kesikdir. Yani bereketten mehrumdur.
Akhraca Hatib el-Baghdadi, bu hadisi Hatib el-Baghdadi rivayet ediyor ve İbn Sam'an hemçinin Abdülkadir Ruhavi ve Subki rivayet ediyor. Yebda ennehu hadithun zayıfun vahin. Yani buna bakmayarak bu hadis zayıftı ve dayanıksızdı. Ve lidalike cezme gayri vahid min eimmetil hadis. Yani buna da bu hadisin zayıf olmasına, dayanıksız olmasına da bir neçə hadis alimleri açıklamışlar, karar vermişler. Bunlardan da Hafiz İbn Hacer ve Sakhavi ve Akharun. İbn Hacer